Salam, mövzumuz 6-cı sinif 9-cu mövzu terciklərin birləşdirilməsidir. Terciklərin birləşdirilməsi üsulundan adətən çərçivələrin, stendlərin və ya digər oduncaq məmulatların hazırlanmasında istifadə olunur. Bu zaman tirlər uclarına yaxın yerlərdən uzununa və düz bucaq altında, ortadan isə yalnız düz bucaq altında birləşdirilir. Bu zaman kiçik tirlərin birləşdiriləcək hissələri onların qalınlığının yarısına qədər kəsilir. Belə birləşmələr kiçik tirin qalınlığının yarısına qədər kəsilmiş pilləli taxma adlanır. Tirciklərin qalınlığının yarısına qədər kəsilib birləşməsinə nə deyilir? Pilləli taxma deyilir. Tirciklərin müxtəlif bucaqlar altında birləşdirilməsi az tətbiq olunur. Yalnız kəsilmiş hissələrini birləşdirdikdə alınan məmulatın qalınlığı tirciyin öz qalınlığına bərabər olur. Nə deməkdir bu? Əgər iki tirciyi bir-birinə birləşdiririksə, hər iki tirciyi yarısına qədər, qalınlığının yarısına qədər kəsməliyik. Bu zaman o kəsilmiş hissələr birləşdirildikdə digər qalın olan hissələrlə, yəni digər hissələrlə bərabərləşir və qalınlığı bərpa olunur. Bu zaman kənardan baxanda elə hiss olunur ki, sanki tircik heç yeni birisi ilə calanmayıb, sanki bütöv bir tircik halında görünür. Tirciyin qalınlığının yarısına qədər birləşməsinin üsulları hansılar oldu? Uzununa və düz bucaq altında, ortadan birləşəndə isə yalnız düz bucaq altında. Qalınlığın yarısına qədər birləşdirib, daha doğrusu kəsilib birləşdirilməsinə isə nə deyildi? Pilləli taxma deyildi. Kəsilmiş hissələr birləşdirildikdən sonra qalınlıq nəyə bərabər olur? Məmulatın öz qalınlığına bərabər olurdu. Əgər tirciklər düz bucaq altında birləşdirilirsə, onda kəsilən hissələrin uzunluğu birləşdiriləcək detalın eninə bərabər olmalıdır. Düz bucaq altında nədir? Bucaqlıq, adi bucaqlığı gözümüzün qarşısına gətirək. Düz bucaq altında birləşdirilirsə, bu zaman uzunluq, kəsilən uzunluq birləşdiriləcək detalın eninə bərabər olmalıdır. Tirciklər uzununa birləşdirildikdə onların kəsilmiş və kənara çıxan hissələri bərabər olmalıdır. Bəli, çünki onlar uzununa birləşdirilir və bir tərəfi uzun, bir tərəfi qısa kəsilərsə, əgər tirciyin birində uzun, birində isə qısa kəsilərsə, burada möhkəmlikdən heç bir söz gedə bilməz. Onun möhkəmliyini, dayanıqlığını təmin etmək üçün məhz hər iki hissə bərabər kəsilməlidir, həm də kənara çıxan hissələr bərabər olmalıdır. Kəsilən hissələrin uzunluğu tirciyin eninin 0,5, 1,5 hissəsinə bərabər seçilməlidir. Düz bucaq altında birləşdirilən tirciklərin nişanlanması zamanı gələcək məmulatın uzunluğu, eni xəttkeşlə nişanlanır və dörd tərəfdə bucaqlığın köməyi ilə eni nişanlama xətləri çəkilir. Nişanlanma nə ilə edildi? Xəttkeşlə. Bəs xətlər nəyin köməyi ilə çəkildi? Nişanlama xətləri nə ilə çəkildi? Bucaqlığın köməyi ilə. Resmusun ayağı tirciyin eninə tən ortasında yerləşdirilir, paz və qəlibə birləşdirilir, kənarlarda və başlıqlarda uzunluğa xətlər çəkilir və kəsiləcək hissələr X ilə işarə edilir. Deməli, xəttkeşlə ölçüldü, nişanlandı daha doğrusu. Sonra bucaqlıqla xətlər çəkildi, resmusla da hansı xətlər çəkildi? Eninə uzun xətlər çəkilir. Bucaqlığın köməyi ilə eninə xətlər nişanlandıqdan sonra resmusun köməyi ilə də deməli qalınlığının yarısında uzun xətt çəkilir, nişanlanır və orada həmin tircikdə həm eninə, həm uzununa kəsik atılaraq taxta yarısına qədər kəsilmiş olur. Tircik verstakın hər zaman arxa sıxacında bərkidilir. Tircikdən liflərin uzununa və ya eninə xırda dişli mişarla nişan xətlərinin yanına tam mişarlamadan oduncaq parçasına kəsim atılır. Nə deməkdir bu? Əgər biz taxtanın orta hissəsini kəsiriksə, yəni burada tam olaraq kəsib çıxarmaq mümkün olmadığına görə bu zaman sıxacda etibarlı bərkidib eninə mişarla kəsiklər atılır. Həmin kəsiklərdən deməli, həmin kəsiklər bir-birindən 10-15 mm məsafədə olaraq mişarlanır və sonra iskənə ilə kəsilir. Deməli, bu tamamlanmamış bir əməliyyatdır. Yəni orta hissəsini tam mişarlamaq alınmadığı üçün xırda-xırda kəsiklər atılır ki, iskənə ilə işləmək daha asan olsun, orta hissəsindən tirciyin orta hissəsini çıxarmaq asanlaşsın. Kəsilən sahələr iskənə və törpü ilə bir-birinə uyğunlaşana qədər məsafə qalmayanadək təmizlənir. Birləşdiriləcək səthlərə yapışqan sürtülür və məmulat yığılır. Yapışqandan əlavə, həmçinin mismar, şurup və ya taxta sıxacla, yəni şkantlarla əgər birləşdirilsə, bu birləşmə daha möhkəm alınır. Şkant yumru oduncaq millərə deyilir. Şkant fransız dilindən bizim dilimizə keçib tərcümədə yumru, taxma, zivana adlanır. Şkantlar üçün deşiklər açılır, şkantlara yapışqan sürtülür və deşiklərə geydirilir. Yığılmış birləşmələr altlıq taxta ilə birlikdə sıxaclarla sıxılır. Bu zaman bucaqlıq ilə məmulatın ölçüsünə və tirciklərin ölçülərinə nəzarət edilir. Məmulat yapışqan tam quruyana qədər sıxılmış vəziyyətdə saxlanılır. Yəni sıxacdan tam olaraq 24 saatdan sonra çıxarılır. 24 saat orada saxlanılır ki, yaxşı yapışsın, möhkəm alınsın. Detalların iki şkantın və mismarın şurupun köməyi ilə birləşdirilməsi zamanı tirciyin başlığından və kənarından diaqonal üzrə onun qalınlığından az olmayan məsafədə yerləşən birləşmələr daha möhkəm olur. Bu nə deməkdir? Deməli, iki şkantın köməyi ilə birləşdirilərsə və tirciyin başlığında, kənarında, diaqonal üzrə qalınlığından az olmayan məsafədə birləşərsə, bu zaman o daha möhkəm alınır. Yəni bir şkant əvəzinə iki şkantdan istifadə olunur və diaqonal, küncdən küncə, yəni birləşmə nöqtəsinin hər iki küncündən şkant vurularsa, bu zaman o daha möhkəm etibarlı hesab olunur. Yapışqan bərkidikdən sonra tirciyin kənara çıxan başlıqları xırda şəkilli mişarla mişarlanır.
Başlıqları qoparmamaq üçün məmulatın yapışdırılma yerlərinin kənarlarından mərkəzə doğru rəndə ilə yonurlar, yeyə və cilalayıcı kağızla təmizləyirlər. Əgər başlıq çox xırdadırsa, mişarla kəsəndə qopacaqsa, bu zaman rəndədən, cilalayıcıdan və ya yeyədən istifadə edərək onu yonub təmizləyirlər və bu zaman kəsməyə ehtiyac olmur. Keçirmələrin nişanlanması və mişarlanması düzgün, səliqəli yerinə yetirilərsə, birləşmələri uyğunlaşdırmaq lazım gəlməz. Buna görə də çalışmaq lazımdır ki, iş zamanı laqeydliyə yol verilməsin və nəticədə yararsız məmulat alınmasın. Mişarlanma ilə detalların birləşdirilməsinin müxtəlif növləri vardır. Belə birləşmələr çərçivələrdə, yeşiklərdə, pəncərə və qapılarda, masalarda, stullarda və s. istifadə olunur. Təhlükəsizlik qaydalarına nəzər yetirək, pəstahı verstaqın sıxaclarında, məngənələrdə və ya vintili sıxaclarda etibarlı bərkidin. İskənə ilə işləyərkən ehtiyatlı olun. Onu yalnız dəstəyi qabağa olmaqla ötürün. Tircikləri tələsmədən mişarlayın. Yapışqanla ehtiyatla davranın. Yapışqanın tərkibində zəhərli maddələr ola bilər. Bir çox yapışqanlar tez alışandır. Onları odun yanında saxlamaq olmaz. Bərkimiş yapışqan iti kəsici kənarlar yarada bilər.